Herkese salam. Bugün sizə bir əsər haqqında danışmaq gəldim. İçimi tökməyə gəldim hətta deyə bilərəm. Çünki kitabı demək olar ki, təzə bitirmişəm və dedim ki, isti-isti düşüncələrimi sizlərlə paylaşım. Çünki bir hisslər qaldığı zaman soyuduğunda onu ifadə etməkdə biraz çətinləşir. Əsərimizin adı Nietzsche ağladığında əsəridir. Irving Yalom'un əsəri. Irving Yalom'un ilk oxuduğum əsərlərindən biri oldu və həqiqətən hər kəsə tövsiyə edəcəyim bir əsərlərdəndir. Əsəri kiçik bir analiz edəcəm. Mənim toxunduğum mövzular var orada, yəni diqqətimi çəkən bir mövzular var. O mövzulara toxunacağam xüsusən də və kitab haqqında düşüncələrimi də, yəni görəcəksiniz. Kitabı əlinizə alanda, oxumağa başlayanda adına baxıb önyargılı davranmayın ki, ayda bu kitab çox ağır gedəcək, fəlsəfədir, nə bilim düşünəcəm falan. Önyargılı davranmayın. Yəni Nietzsche deyəndə ağlımıza fəlsəfə gəlir. Hər kəsin gəlir. Hələ mən çox yavaş oxuyan bir insanam. Mən o kitabı 5 gün bitirdim. Yəni çox axıcıdır. Sujet xətti sizi sürükləyir, sona qədər oxuyursunuz, yəni həyəcanla gözləyirsiniz, intriqalar, olaylar. Hər nəysə, indi mövzulara toxunuram. Əsərdə bir çox obrazlar var. Bruyère, Nietzsche, Salome, Matilda, Berta kimi çoxlu obrazlar var. Yəni kitabı əlinizə alanda deyirik, burada baş obraz Nietzsche'dir. Yox, Nietzsche ilə bərabər, hətta deyərdim ki, güzgü əksində olan Bruyère adlı bir şəxs dayanır. Yəni onun xətti ilə gedir hadisələr. Yəni əsərdə əslində təkcə Nietzsche-nin deyil, həm də Bruyère'in daxili dünyasından bəhs edir. Görünüşdə Bruyère Nietzsche-yə kömək edir. Yəni əslində elə olmalıydı, ancaq hadisələr dəyişir. Həkim və xəstə rolu tamamilə əks olur. Oxuduqca onlar arasında oxşar cəhətlər çox görürdüm. Ümumiyyətlə bir kitabı oxuyanda, yəni bir əsəri oxuyanda mən obrazlarla empati qurmağı çox sevirəm. Onlardan bir parça görməyi, özümdən bir parça onlarda görməyi həqiqətən çox xoşuma gəlir. Öyrədici olması, onlardan dərs almaq mənim demək olar ki, prinsiplərimdən biridir. Yəni bir kitab oxuyarkən empati qururam, onlarla ünsiyyətdə oluram və onlardan bir şeylər öyrənməyə çalışıram. Bu istər bədii əsər olsun, istər elmi əsər olsun, hər birində belədir. Yəni bədii əsərdə hekayət deyib keçmək lazım deyil. Əksinə elə bədii əsərlər bizə çox şey öyrədir. Burada həyat hekayəsi olur və sən onlardan öyrənə bilərsən. Sadəcə empati qurman lazımdır deyə düşünürəm. Elə burada da mən özümdən bir parça Bruyère'də gördüm. Bruyère'də öz kimliyini, seçimlərini bilməyən, hətta deyim ki, özünün axtarışında olan bir insan idi. Və bunlardan narazı idi. Bilinçaltısı da tamamilə başqa bir boyutdaydı. Hətta əsərdə biz Sigmund Freud'u görürük. Freud öz hipnozu ilə Bruyère təsir göstərir. Ən sevdiyim səhnələrdən biri oldu. Hipnoz səhnəsi idi. Yəni mənim üçün çox maraqlı oldu. Çünki burada onun şüuraltısına gizlənən arzuları, qorxuları açılır və həqiqətən səhnə elə bir şəkildə qurulub ki, yəni oxuyanda hiss eləmirsən, bu seansdadır, bu transa keçirib, bu hipnozdadır. Yəni bunu hiss eləmirsən ta ki Freud onu qaldırır ki, ayağa qalx və səslənir ki, Joseph, ayağa qalx da, yəni oyan. Səsləndə deyirsən, aman Allahım, bu demək ki, hipnoz imiş, yəni başqa bir dünyadaymış. Yəni qələminə heyran oldum. Bir yerdən necə yerə keçibsə, yəni elə bir şəkildə keçib ki, bunu sən hiss eləməmsən, amma bir yandan da çox, beləcə deyim, sən hiss eləməsən də çox maraqlı bir şəkildə keçsəydi, mən buna heyran qaldım. Yəni heyran qaldığım bir nüanslardan biridir. Əsərdə belə bir sual ortaya çıxır. İnsan özünü həqiqətən tanıya bilirmi? İnsan özünü həqiqətən yaşamını sorğularkən onun içərisində batmayaraq, yəni tanış ola bilirmi? Və mən bunu deyə bilərəm ki, hər kəsin içində buraxmaq istəmədiyi bir yüklər var.
o yüklərin sadəcə üstünə gedərək o yüklərdən azad ola bilər. Bu birisi nəyə bənzər? Qorxularınla üzləş, qorxularına xilas ol. Yəni qorxularınızla üzləşmədən, bir şeylərin üstünə getmədən onlardan xilas ola bilməzsiniz. Brayer də eyni şəkildə belə edir. Onların üzərinə gedərək onlardan xilas olmağa çalışır və bunun nail də olur. Yəni uğurlu şəkildə nail olur. Mənə təsir edən obrazlardan biri də Matilda obrazı idi. Düzdür, oxuyanda çox dediniz, ayda klassik bir qadın roludur. Xeyr, əsla klassik bir qadın rolu deyil. Çünki Brayer'in həyatında 3 müxtəlif qadın olur. Hətta 3 müxtəlif qadın olur. 4. Yəni Brayer'in həyatında çox qadın olur. Bertası olsun, Elebası olsun, Matildası olsun, hətta bunun bazalığına gedəndə gülüşünü belə xatırladığı bir qız olsun. Hətta Salomeni də qata bilərik. Yəni həyatında bir çox qızların belə tanışlığı olur. Və Matilda da klassik qızlardan deyil. Əksinə, mən Matildaya daha üstünlük verirəm. Çünki Matilda elə bir obrazlardandır ki, əsl qadın obrazı deyə bilərəm. Əsl xanım obrazı deyə bilərəm. Əxlaqlı bir qadın obrazı deyə bilərəm. Deməli, bu Brayer hipnoz olanda Matilda ilə belə bir söhbət olur. Təbii ki, bu bilinç altında olan bir şeydir. Azadlıqla bağlı düşüncələrim məni məst eləyir. Nietzsche'nin fəlsəfəsini həm də Brayer'in şəxsi həyatındakı dilemmanı ortaya qoyur. Matilda deməli elə bir nüansa toxunur ki, həqiqətən də ona bir söz deyir. Anlatın tapsın qoyaram bura. Deyir ki, sən azadlığı, yəni şikayətlənirsən, deyirsən də azad ola biləcəksən. Deyirsən, dul bir qadının necə azad olmasını gözləyirsən. Cəmiyyət buna icazə verməz. Yəni bu tip bir danışma keçir aralarında. Tapsam onları bura yerləşdirərəm. Ona görə çox bəyəndim o səhnəni. Kitabın hər səhnəsi mükəmməl. Hətta orada belə bir söhbət keçirilir ki, azad olmaq hər şeyi geridə qoymaqdırmı? Yəni sən azad olmaq üçün seçimlər etmək üçün övladlarını, yoldaşını geridə qoyub getmək istəyirsən. Brayer yəni belə düşünürdü ki, azad olmaq, hər şeyi geridə qoymaq və yenidən başlamaq, öz seçimlərini seçməkdir. Deyə bilərəm ki, Brayer cəmiyyətin və ailəsinin qoyduğu normalardan uzaqlaşmaq istəyir. Amma deyim ki, həmişə insanın xoşbəxtliyinə, yəni bu həmişə insanın xoşbəxtliyə aparan bir yol olmur. Yəni burada Nietzsche'nin hətta üstün insan konsepsiyasında görə bilirik, yəni gizli bir şəkildə sezilir mənim fikrimcə ki, insan öz keçmişindən və içindəki zəiflərdən qurtulmadan həqiqi mənada azad ola bilərmi? Yəni çünki azadlıq anlayışı hər kəs üçün fərqli bir anlayışdır. Yəni mənim üçün fərqli bir anlayışdır, sizlər üçün fərqli bir anlayış ola bilər. Hətta mən bunu bir yerdə paylaşmışdım. Çox fərqli bir fikirlər var idi azadlıq haqqında. Həqiqətən yəni orada gördüm ki, azadlıq hər kəs üçün eyni bir şey deyil. Yəni bəziləri üçün fiziki azadlıq tam azadlıq sayılır, fikir azadlıq tam azadlıq sayılır. Yəni bu hər kəs üçün dəyişir. Əsərin ən maraqlı tərəfi isə heç deyim bir yorulmadan, yorucu olmadan olması idi və burada həkim və xəstə rolları idi ki, çox qəribə bir şəkildə olur hər şey. Çünki biz oxuyanda gözləyirik ki, Brayer Nietzsche'yə kömək edəcək, onu ümidsizlik adlandırdığı bir xəstəlikdən xilas edəcək. Amma əksinə olur, Nietzsche Brayer'i müalicə edir, onu sağaldır, yəni onunla danışır, həkim rolunda olur. Mən də burada bunu hiss etmişəm ki, bəzən elə düşünürük ki, başqalarına yardım edirik, amma ən çox özümüzü tanımaq üçün bu prosesdən keçirik. Yəni Brayer Nietzsche'ni sağaltmaq istəyi ilə əslində özünü sağaltmış olur. Hətta deyərdim ki, Nietzsche'nin çox tərs bir obrazdır. Bu obrazda da deyəcəm indi birazdan. Məncə Yalom bu məqamı dahiyanə bir şəkildə göstərir. Psixoterapiya və fəlsəfə bir-birinə qarışır. Beləliklə kitab həm fəlsəfi, həm
traktat, həm də psixoloji bir roman olur. Amma qətiyyən oxuyanda sıxılmırsınız. Qətiyyən. Nietzsche obrazına isə bunu deyə bilərəm ki, əsərdə qürurlu, təkəbbürlü, amma daxili böhran içərisində olan bir insan kimi təqdim olunur. Yəni o qədər qürurlu birisi idi ki, kömək istəməyə belə istəmirdi, yəni. Sını gizlətməklə onu güc kimi göstərirdi. Qadınlara münasibəti oy. Sevgi və insan münasibətlərini inamsızdır. Terapiyanı rədd edirdi, çünki zəif görünmək istəmirdi. Hətta azadlıq anlayışı belə idi. Yəni insan yalnız bütün bağlarından qurtulduqda azad olur. Yəni Breyerə də bunu tənqid edirdi. Yəni bu şəkildə kitab mənə nə bəxş etdi, nə verdi, nə öyrəndim mən bu kitabdan. Bu haqqda mən biraz da danışıram. Öncəliklə deyim ki, mən kitab seçimlərim bu şəkildə olur əsasən. Daha çox yəni insan daxili dünyasındakı çatışmazlıqlardan, nə bilim gizli qorxulardan, azadlıq düşüncələrinə bağlı kitablar oxumaq sevirəm. Yəni bu tip mövzulara toxunan kitabları bəyənirəm və Nietzsche anlatanda da bu kitablardan oldu mənim üçün fəlsəfi, ancaq heç yorulmadan oxuya biləcəyim bir kitab oldu. Hər səhnəsi gözümün hər ədə önündədir, mükəmməl bir şeydir. Hər kəs oxumalıdır deyə düşünürəm. Hətta bunu da deyim ki, Nietzsche nə qədər də güclü olsa da, özünü belə güclü göstərsə də, yəni güvənlə bağlı problemləri olsa da, sonda biz görürük ki, Nietzsche bunlardan qurtulur. Mənim ən sevdiyim səhnələrdən biri də bu oldu. Dostla bağlı düşüncələr var idi. Onu da buralara bir yerə qoyaram ki, Nietzsche soruşur ki, Breyer deyir ki, niyə ağlayırsan? Bu göz yaşların nədir bəs? Və Nietzsche də ona deyir ki, mən ilk dəfədir bir mənə dostum deyil və bu dostum sözü elə belə dostum deyil. Yəni mən ilk dəfədir dostum sözünü yaşadığını, dostum sözünün gerçək olduğunu görürəm. Çox işlətmişəm dostum sözünü, amma yəni bu hissləri ilk dəfədir yaşayıram. Bu şəkildə daha çox obrazlara toxuna bilərdim, Salomeye toxuna bilərdim. Bəzi oxucular onu nə qədər də əxlaqsız adlandırsalar da, mənim fikrimcə Salomenin də özünə xas xüsusiyyətləri var ki, cəmiyyət tərəfindən qəbul edilməyə bilər, təbii ki, amma bunun özünə xas olduğunu düşünürəm. Ona görə hər obrazı mən sevdim, hər bir obraza ayrı bir empati qurdum. Max olsun, Max bu arada bacanağıdır Breyerin. Max olsun, nə bilim, Evası olsun. Ev obrazı da ayrı bir aləmdir. Neysə, kitabda çox fərqli bir mövzular var. Mən bunu sizə şiddətlə tövsiyə edirəm və məncə hər kəs oxumalı bu kitabı. Və oxuyanlar yorumlarda yazar kitabın necə olduğu barəsində. Oxumayanlar da məncə oxusun tezliklə. Bu şəkildə. Belə. Sağ olun, sağlıqla qalın, sevgi ilə qalın. Bye bye.